Dədə saçıma bax, saçımın rəngini dəyişdi və kraska qoydurmuşam başıma. Buna bax bir dənə. Dədə səni biabır elədim. Sən elevanın içinə çıxamayasan. Sənin boylu papağını da yerin dibindən soxdum, çıxartdım. Biabır oldun sən. Sən nə qayrmısan? Sən matışqasan? Mənim nəslin kökünün içində biabır eləmək istəyirsən? Sabah səni Cahangir Əmiyin oğlunun toyuna paracaqdım ikəndə. Cəmaatın içində biabır oldum, azrem tutdu. Elə danışırsınız ki, nə eləmişəm? Saçımın rəngini dəyişmişəm də biraz müasir oldum amma nə qəşəng görsən hər özdə. Ya sənə qurban olum bala, bizə qızlara söz eləmə. Get səsini qırtdır, götürün gətirin, gedin qırxın götürün gətirin. Bala sabah nədən səni toya aparacaq? Bizi niyə belə nəslin içində biabır elədin? Başın nişanlı Hüseyin qaytaracaqlar. Geri bala. Kaş oğlum adam öldürərdi amma belə bir poq yeməzdi. Mən onsuz da toya getmirdim sizlə. Axmağın bir axmaq. Səni bu videoda mən toya aparırdım. Camaat deyəcək bu matışqa kimdir belə qızdır bu. Rədd ola gözümün qavağından.